Bir çox deputatları da 90% deputatlar mən deyərdim o vəziyyətdədir. Millətin, vətəndaşın vəziyyətinin bərbad olduğunu bilə-bilə, görə-görə yenə də çıxıb sanki nağıllar aləmində yaşayırıq. Hər şey gözəldir, hər şey yaxşıdır, hər şey mükəmməl səviyyədədir. Bəs adınızı niyə millət vəkili qoymusunuz? Niyə millətin vəkili görüntüsünü yaradırsınız özünüzdə? Deyin hakimiyyətin vəkiliyik biz. Deyin biz yapım vəkiliyik. Biz onda sizin bu çıxışlarınızı qınamarıq. Biz onda sizin bu çıxışlarınızı sərt şəkildə tənqid etməliyik. Deyərik ki, adamlar öz fikirlərini açıq bir şəkildə qeyd edirlər ki, biz millətin vəkili deyilik. Biz millətin xeyrinə danışmırıq. Bizim millətin halı, vəziyyəti maraqlı deyil. Bizə sadəcə kreslomuz, aldığımız pul, tutduğumuz vəzifə və daha yüksəklərdə olan bir vəzifə niyyətimiz. Bizə sadəcə bunlar maraqlıdır və biz də əlimizi üzərik artıq. Necə ki, üzmüşük, artıq heç bir məmurdan, heç bir deputatdan bir ümidimiz, bir istəyimiz yoxdur. Sadəcə bizim etdiyimiz tələbdir ki, sən bu vəzifəyə madəm ki gəlmirsən, öz vəzifəni də yerinə yetir. Bizim dediyimiz sadəcə budur. Açıq-aşkar deyin və biz də vətəndaş olaraq, xalq olaraq bilək ki, artıq bizim deputatlarımızdan bilirik zaten hara yoxdur. Bundan sonra ümumiyyətlə əlimizi üzək ki, də artıq bizim deputatlar millət vəkili statusundan əl çəkiblər, hakimiyyətin vəkili adını alıblar.